Azərbaycan quru sərhədini açacaq, Tbilisidən gündəlik qatarlar gələcək, amma biz bu barədə məlumatı xarici ölkənin mətbuatından öyrənirik. Necə? 26 maydan etibarən Bakı-Tbilisi qatarı fəaliyyətə başlayır. Amma bu xəbərin mənbəyi Azərbaycan mediası deyil, Gürcü mətbuatıdır. Mayın 18-də Azərbaycan Telegram kanallarında xəbər yayıldı ki, 8 gün sonra Tbilisidən Bakı gündəlik qatarlar gələcək. Amma bu barədə məlumat öncə Azərbaycan mediasında yox, Gürcüstan mediasında rast gəlindi. Azərbaycan tərəfindən rəsmi açıqlama isə bu yöndə oldu. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Bakı-Tbilisi sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparır. Ancaq bu məsələnin təfərrüatı ilə bağlı məlumat verməyib. Məsələnin başqa maraqlı tərəfi də var. O da budur ki, Azərbaycanın quru sərhədi bağlıdır, özü də 2020-ci ildən. Covid pandemiyası ilə əlaqədar Azərbaycan bütün quru sərhədlərini bağlamışdı. Bu qapanma düz 6 ildir davam edir. Bunu gün ilə hesablasaq 2256 gün edir. Bəs görəsən sərhəd həqiqətən açılacaqmı? Mayın 8-də daha maraqlı bir hadisə baş verib. Gürcüstanın baş naziri Irakli Kabakidze İlham Əliyevlə görüşüb. İki ölkə rəhbərinin görüşünün nəticəsində Azərbaycanla Gürcüstan arasındakı qaz müqaviləsi uzadılıb. İndi isə gözləmək qalır, çünki daha əvvəl də Azərbaycanın quru sərhədinin açılacağı ilə bağlı xəbərlər dolaşırdı. Gözləyək görək nə olur.